Bismillahirrahmanirrahim. Salam əziz dostlar. Bugün Həzrəti Fatimə-i Məsumə Səlamul Əleyhanın vəfat günüdür. Bu münasibətlə hər birinizə Allahdan təsliyyət diləyirəm. Bildiyiniz kimi Həzrəti Fatimə-i Məsumə İmam Rıza əleyhissalamın bacısıdır. İmam Musa Kazım əleyhissalamın qızıdır. Onun pak məzarı Qum şəhərində yerləşir. İmam Rıza əleyhissalamla görüşə gəlirdilər. İmam Rıza ilə görüşsünlər. Çünki İmam Rıza əleyhissalam neçə müddət onlardan ayrı yaşayırdı. Məmunun zülmü nəticəsində onlar qardaşları İmam Rıza əleyhissalamla görüşməyə gələrkən Məmun onlara qarşı zorakılıq edir. Onların İmam Rıza ilə görüşmələrinə mane olur və onlar da Məmunun zülmündən qaçırlar. Xanım Məsumə Səlamul Əleyha gəlir, Qum şəhərində yerləşir və eyni zamanda xanım Məsumənin digər bacısı xanım Həkimə, xanım Rəhimə, xanım Leyla Azərbaycana sığınırlar. İmam Musa Kazım əleyhissalamın evladları müxtəlif bölgələrdə sığınacaq tapırlar və Qum şəhərində xanım Məsuməni qarşılayırlar, ona hörmət bəsləyirlər. Çünki Qum şəhərində İmam Musa Kazım əleyhissalamın tərəfdarları var idi. Onlar xanım Məsuməni tanıyırlar və xanım Məsuməyə sığınacaq verirlər. Xanım Məsumə Səlamul Əleyha ailə qurmadan dünyadan köçür və 28 yaşındaykən vəfat edir. Müəyyən alimlər buyururlar ki, onun İmam Rıza əleyhissalama olan məhəbbəti, sevgisi o qədər çox idi ki, İmam Rıza əleyhissalamın həsrətindən, İmam Rızanın görüşünə nail ola bilməməkdən xanım Məsumə Səlamul Əleyhanın ürəyi dözmür və bu səbəblə dünyadan köçür. Bir nəfər İmam Musa Kazım əleyhissalamın yanına gəlir, evinə gəlir sual soruşmağa. İmam Musa Kazım əleyhissalam evdə olmur. Xanım Məsumə Səlamul Əleyha çıxır və sualı soruşur, sualın da cavabını verir. Həmin bu gələn şəxs İmam Musa Kazımın evindən ayrıldıqdan sonraki öz evinə qayıdır. Yolda İmam Musa Kazımla rastlaşır. İmam Musa Kazım əleyhissalamla görüşür və deyir, mən bir sual üçün gəlmişdim, mühüm bir məsələ üçün gəlmişdim, amma siz evdə yox idiniz. Sizin qızınız xanım Məsumə mənə cavab verdi. Yazılı cavabda İmam Musa Kazım açır, həmin yazını oxuyur, baxır ki və baxandan sonra buyurur ki, çox dəqiq cavab verib, fədaha əbuha, atası ona qurban olsun. Xanım Məsumə Səlamul Əleyha üçün deyir. Xanım Məsumənin Məsumə adı ilə adlandırılması, ləqəbi ilə adlandırılması onun paklığına işarədir. Hələ dünyaya gəlməmişdən İmam Sadiq əleyhissalam onun ləqəbini artıq qoymuşdu və onu o ləqəblə çağırırdı. Adı Fatimədir. Hətta Əhl-i Beyt arasında ona İkinci Fatimə deyirlər. O qədər paklıqda və düşüncədə, elmdə Həzrəti Zəhra Səlamul Əleyhaya oxşuyurdu ki, onun adını ikinci Fatimə olaraq adlandırırdılar. İmam Sadiq əleyhissalamdan hədis var ki, hər kəs bizim balamız Fatimə-i Məsuməni ziyarət etsə, onun yeri cənnətdir. Həzrəti Məsumə Səlamul Əleyha çox uca bir mənəviyyata sahib idi. Mərhum Mərəşi Nəcəfi ağanın Quma gəlməyi haqqında ondan soruşurlar ki, siz Nəcəfdə yaşayırdınız, necə oldu Quma gəldiniz? O buyurur ki, mənim atam Seyyid Mahmud Nəcəfi, onun atası Seyyid Mahmud Nəcəfi Nəcəfin ariflərindən hesab olunurdu, pak şəxsiyyətlərindən hesab olunurdu. O bir gün Həzrəti Zəhra üçün darıxır və niyyət edir ki, gedəcəm Həzrət Əlinin yanına, neçə gün, 40 gün hərəmdə qalacağım və Həzrət Əlidən istəyəcəm ki, mənə anamız Fatimə Zəhranın məzarını göstərsin ki, mən onu ziyarət edeyim. Çox darıxıram Fatimə Zəhra Səlamul Əleyha üçün və bu proses də baş tutur. Hərəmdə bir gün yuxu tutur onu və yuxuda Həzrət Əlini görür. Yuxuda Həzrət Əlini gördükdən sonra Həzrət Əli buyurur ki, sən bizdən Fatimə Zəhranın məzarını ziyarət etmək istəyirsən, amma o gizlin qalmalıdır. Biz ona
onu heç kimə deyə bilmərik. Amma hər kəs İstəsə Fatimə Zəhranı ziyarət etsin, Həzrət Əli yuxuda buyurur ona, getsin balamız Fatimə Məsuməni qumda ziyarət etsin, elə düşünsün ki, o Həzrət Zəhranı ziyarət edib. Təsəvvür edin, xanım Məsumənin mənəvi ucalığı o qədər yüksəklikdə durur ki, onu ziyarət etmək, Həzrəti Zəhranı ziyarət etməyə bərabər belə, səvabına bərabər ola bilir. İmam Sadiqdən belə bir hədis var. İmam Sadiq əleyhissalam buyurur ki, Həzrət Əlinin hərəmi var Nəcəfdədir və Peyğəmbərin hərəmi var Mədinədədir, Allahın hərəmi var Kəbə evidir, Məkkə şəhərindədir və biz Əhl-i Beytin hərəmi isə xanım Fatimə Məsumənin məzarıdır. Onun qəbridir, Qum şəhərindədir. Allahdan istəyirəm ki, Allah bizə Həzrəti Fatimə Məsumənin dünyada ziyarətini qismət etsin və axirətdə onun şəfaətindən bizi məhrum etməsin.